Bu haqda mən saatlarla, yox günlərlə danışa bilərəm. Birincisi, nə edirsən? Bir, konkretləşdirmək, şablon, konspekt formasına gətirməyə çalışacağım. Birincisi, utanmırsan. Xəstəliyi Allah verir. Bu bir sınaqdır. İkincisi, qidalanmağa fikir verirsən. Normal qidalanmalısan. Qan dövranını bərpa eləmək üçün. Mənim videolarımda var. Ayağı yuxarıdan, mən də kimlərdənsə götürüb öyrənmişəm. Ayağı yuxarıdan aşağı hərəkət elətdirməklə. Yəni, bu onurğa dayaq sistemi maşının amortizatoru kimi bir amortizatordur. Hərəkət eləyəndə bu gərilir, boşalır, gərilir, boşalır. Eynən amortizator kimi. Bizdə isə onurğasında problem olan adamlarda gərilir və qalır. Niyə görə yoruluruq? Niyə görə? Orqanizm bir mexanizmdir. Həmən hissə demək olar ki, bizə kömək eləmir. Naqruzka düşür ayaqlara. Ona görə biz yoruluruq. Enerjini çox aparır. Halsızlaşırıq filan bəsməkən. Bizim məqsədimiz odur ki, orqanizmə kömək eləyib bu amortizasiya mexanizmin bərpa eləmək. Utanmırsan, özünə gəzməyə bir yer tapırsan, yavaş-yavaş gəzməyə təbiət qoynunda olsa daha əla. Əvvəl qısa məsafələri gedib qaydırsan, ola bilsin ki, birinci əvvəl ağırlı olar, sonra yavaş-yavaş məsafəni artırırsan. Eynən idman kimi, eynən idmançı kimi, çempionluğa cəhd eləyən idmançı kimi özün öz xəstəliyinə qalib gəlmək hələ ən böyük çempionluq odur. Öz başın, beynin, öz orqanizminə, cisminə kömək eləyə bilirsə, həyatın ən böyük qalibiyyəti odur. Uğurlar olsun. Yenə ardı olacaq bu videolar.